Bəli, sosial şəbəkələr üzərindən sürətlə yayılan və bir səs yazısı Berlində xaos yaratdı. Uşaqlar məktəbdən qaldı, bəzi valideynlər uşaqlarını məktəbə göndərməkdə ehtiyat elədi. Berlində məktəblərə mümkün hücumlarla bağlı anonim məlumatların messengerlər vasitəsilə geniş yayılmasından sonra gərginlik artıq ikinci gündür ki, davam edir. Valideyn çatlarında və sosial şəbəkələrdə yayılan paylaşımlarda güya şəhərin təxminən 20 təhsil müəssisəsinə hücum planlaşdırıldığı iddia olunurdu. Polisin məlumatına görə qısa müddət ərzində təcili xəttə 900-dən çox zəng daxil oldu. Əsasən övladlarının təhlükəsizliyindən narahat olan valideynlərdən. Bir çoxları deməli uşaqlarını məktəbə göndərməyin məqsədə uyğun olub-olmadığını və mümkün təhlükə ilə bağlı dəqiq məlumatın mövcudluğunu soruşurdu. Və hüquq mühafizə orqanları vurğulayırlar ki, yayılan məlumatlar qəsdən yayılmış. Saxta informasyada hazırda məktəblər üçün real təhlükə və ya konkret risk barədə heç bir əlamət yoxdur. Lakin polis məlumatı dərindən araşdırır və bununla belə valideynlərin narahatlığını azaltmaq üçün məktəblərin yaxınlığında polis nəzarəti müvəqqəti olaraq gücləndirilib. Və internetdə müzakirələr isə davam edir. İstifadəçilər qeyd edirlər ki, valideyn çatlarında gərginlik hələ də yüksəkdir və bəzi ailələr ehtiyatlı davranmağa davam edir. Polis ictimai asayişin pozulması və cinayət törətməklə hədələmə faktı üzrə araşdırmalara başlayıb və qorxu yaradan mesajların kim tərəfindən yayıldığını hazırda müəyyənləşdirir. Qeyd edeyim ki, bu cür saxta hədələr müxtəlif səbəblərlə yarana bilər. Kütləvi panika yaratmaq cəhdlərindən tutmuş məqsədli təxribatlara qədər. Rəsmilər vurğulayırlar ki, məhz buna görə də məlumat mənbələrini yoxlamaq və təsdiqlənməmiş paylaşımları valideyn və şəhər deməli çatlarına ötürməmək vacibdir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.